Bugünkü şikayətim isə Bento Sushi'dəndir. Səbəbini soruşsanız, inanın ki, aldıqda 2-3 gün maksimum sonra yenidən sifariş etməli oluruq. Hər dəfəsində o qədər gözəl keyfiyyətlə özlərini sübut edirlər ki, bəzi sushi məkanları var ki, yeni açılanda keyfiyyətli və sonradan dadını, keyfiyyətini itiririk. Bu da danılmaz bir faktlardan birisidir. Bento Sushi isə əksinə keyfiyyətini daha da zəiflətməkdəsə, daha da keyfiyyətli və gözəl çeşidlər ərsəyə gətirirlər. Burada da gördüyünüz kimi o qədər rollarının hər biri isti rollar, zamanında çatdırdıqları üçün isti rollar isti gəlir və heç bir səliqəsizlik görürsünüz ki, yoxdur. Rolları öz qədəri nə qədərdir ki, o qədər kəsirlər və həqiqətən o qədər keyfiyyətli məhsullarla hazırlayırlar ki, biz yesək də doymuruq. Bir dəfə də olsun, həqiqətən də Bento Sushi'dən sifariş edin və mənim nə demək istədiyimi anlayacaqsınız. Qeyd etdiyim kimi, qəti şəkildə reklam deyil, hər bir məhsullara ödənişimi edib aldığım kimi, bu məhsula da özüm sifariş edib hər dəfə ödənişini etdiyim səhvələrdən birisidir. Xırdalan və Masazır ərazisində alıb razı qalan müştərilərin mütləq rəy bölməsində ilə bu videoda fikirlərinizi bölüşün. Hələlik izlədiyiniz üçün sağ olun.